Əvvəl müalicələrə başlayanda, yəni çox adam deyirdi ki, yeniyetməlik dövrüdür, keçib gedər. Məndə keçmədi. Həkimə müraciət etmək lazımdır. Sadəcə yaxşı həkimə müraciət etmək lazımdır. Yəni bu bir dəfəlik keçsin. Minnətdaram həkimə, sağ olsun. Seanslarım da bitib. 3 aydan bir amma yoxlanışa gəlmək lazımdır. Bir də qidalara fikir vermək lazımdır ki, bir daha çıxmasın. Bugün birinci seansa başlayırıq, nəticəni izləyirik.